biz əbədiyyətə qədər Türkiyə ilə qardaşıq. Bu qardaşlığımızı heç kəs və heç nə, heç bir səbəb poza bilməz. Öncə bunu qeyd edim. Və onu da qeyd edim ki, Türkiyədə Türk kimliyi, adı və soyadı altında yaşayan çox sayda erməni var. Nə məlum ki, Azərbaycanla bağlı o negativ rəyləri yazanlar erməni deyil. Bəlkə də ermənilərdilər yazırlar. Nəysə, yəni biz fitnəyə heç vaxt uymamışıq, uymarıq da. Tarix boyu Azərbaycan Türkiyənin yanında olub, Türkiyə Azərbaycanın yanında olub. Sadəcə tarixə aid bir məlumatı sizinlə paylaşmaq istəyirəm. Demək, 1921-ci ildə Mustafa Kemal Paşa Azərbaycan hökumət başçısı Nəriman Nərimanova məktub göndərərək ondan borc pul istəyir. Nərimanov Atatürk'ün bu istəyini yerinə yetirir. Əvvəl 500 kilogram qızıl, sonra isə 10 milyon qızıl rubl göndərir. Və bundan əlavə olaraq Nərimanov yenidən 30 sisterin neft, 2 sisterin benzin, 8 sisterin yağ yollayır. Və Atatürk'e belə yazır: qardaşın qardaşa borcu olmaz. Bu sadəcə bir misaldır. Yəni nəyi qeyd etmək istəyirəm? Tarix boyu Türklər Azərbaycana, Azərbaycan Türklərə dəstək olubdur və bu qardaşlığı heç nə və heç kim poza bilməz. Bunu xüsusən qeyd edim. İndi gələk bu qardaşlarımızın negativ rəylərinə ki, yenə qeyd edirəm, ola bilsin ki, Türk kimliyi altında yaşayan ermənilərin yazdığı rəylərdə xüsusən də fitnə salmaq istəyirlər, ola bilsin. Amma bu cür düşünən Türk qardaşlarımız da varsa, onlar üçün bir cavabım olsun. Baxın, Azərbaycan İsraillə dostluq edirsə bizim qardaşımız deyil. Azərbaycan Evroviziya müsabiqəsində İsrailə 12 bal veribsə artıq bizim qardaşımız deyil deyənlərə bir cavabım olsun. Qardaşlıq bu deyil, əziz dostlar. Siz qardaşlığı, sözüm bunu deyənlərədir. Siz qardaşlığı yanlış anlayıbsınız. Qardaş olmaq bu demək deyil. Qardaş olmaq o demək deyil ki, sizin istəmədiyiniz dövlətlə Azərbaycan dost ola bilməz. Yaxud Azərbaycan başqa bir dövlətlə dost olursa mütləq sizdən icazə almalıdır, sizin fikrinizi öyrənməlidir. Qətiyyən, qardaş olmaq bu demək deyil. Biz bəli Türkiyə ilə qardaşıq, amma Azərbaycan öz xarici siyasəti olan müstəqil bir dövlətdir. Azərbaycan istəyər İsrail ilə dost olar, istəyər hansı bir Afrika ölkəsi ilə dost olar. Bunun Azərbaycandan başqa heç kəsə dəxli aidiyyəti yoxdur. O cümlədən Türk qardaşlarımıza heç bir dəxli aidiyyəti yoxdur. Necə ki, bizim ağlımızdan belə keçməz ki, Türkiyənin hansısa xarici bir dövlətlə dostluğuna müdaxilə edək. Yaxud biz deyək ki, Türkiyə niyə filan dövlətlə dostluq edir? Biz bunu heç zaman deməmişik və belə bir absurd fikirləri də heç zaman səsləndirmərik. Bunu səsləndirməmək üçün bir balaca gərək insanın ağlı olsun, özünün mütaliəsi olsun. Və Azərbaycanla bağlı negativ rəy yazanlara bir neçə nəfərə bunu izah etməyə çalışdım. Baxın, dinləmək belə istəmirlər. Dinləmək belə istəmirlər. Yenə tutuquşu kimi eyni sözləri deyirlər. Siz niyə İsrailə dostsuz, siz niyə İsrailə dostsuz? Bu nə uşaq düşüncələrdir. O cığalbaz balaca uşaqlar olur, acığı tutanda mən oynamıram deyir. Qardaşlar, biz qardaşlıq oyunu aparmırıq. Biz qardaş oynamırıq. Biz qardaşıq. Baxın, bizim prezidentimiz gəlib Qəhrəmanmaraşda böyük bir Azərbaycan məhəlləsinin açılışında iştirak edir. Və o məhəllənin açılması üçün də 100 milyonluq yardım edib Azərbaycan. Halal xoşunuz olsun. Qardaş-qardaşı təbii ki, çətin günündə kömək edər. Təbii ki, qardaş-qardaşa bunu etməlidir ki, Azərbaycanda edir. Bu başqa bir məsələ. Amma o Fələstin üçün dəridən qabıqdan çıxıb Azərbaycana, Fələstinə görə belə trip atırsınızsa, indiyə qədər Fələstindən hansı dəstəyi görübsünüz? İndiyə qədər Fələstinin Türkiyə yaxud Azərbaycana hansı faydası olubdur? Fələstin 30 il Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunanda biz bir Fələstin liderinin, biz bir Fələstin siyasətçisinin çıxıb Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarından Ermənistan çıxmalıdır dediyi bir mesajı eşitmədik. Bir çıxışı eşitmədik. Halbuki İsrailli politologlar, Yahudi siyasətçilər dəfələrlə istər sosial mediada,
istərsə də Rusiya telekanallarına canlı efirlərə bağlanaraq Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarını işğal edib və Azərbaycan torpaqlarından çıxmalıdır kimi çıxışlarını gördük, eşitdik. Yəni biz İsraillə dostluğu demək deyil ki, biz İsrailin apardığı bütün müharibələri dəstəkləyirik. Məsələni məsələyə qatmaq lazım deyil. İsrail Azərbaycana Qarabağ məsələsində istər hərbi dəstək, istər diplomatik dəstək, siyasi dəstək vermiş bir dövlətdir. Və biz gördüyümüz yaxşılığı, dəstəyi heç zaman unutmuruq. Unutmarıq. Amma hər zaman da qeyd etdiyimiz kimi biz müharibəyə qarşıyıq. Nəinki Filistində, Afrikada, dünyanın heç bir ölkəsində kaş müharibə olmasın, heç bir uşaq ölməsin. Bunu bu dünyada ən çox istəyən dövlətlərdən biri də bizik. Amma heç bir zaman qardaşlığımızı mühakimə etməyin, buna cəhd belə etməyin. Yəni çox ayıbdır, çox ayıb.